Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev. Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar, sizin hamınızı ürəkdən salamlayıram. Bugün ölkəmizin həyatında əlamətdar bir gündür. Xızı-Abşeron Külək elektrik stansiyasının istismara verilməsini qeyd edirik. Bu çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bugün artıq fəaliyyətə başlayır. 240 megawatt gücündə stansiya, əminəm ki, ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir. Mən yaxşı xatırlayıram ki, 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq və bu illər ərzində fəal iş aparılmışdır. Və bugün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə bu stansiyanın tikintisində əmək keçmiş bütün insanlara, şirkətlərə öz təşəkkürümü bildirmək istəyirəm. İlk növbədə investor olan Aqua Power şirkətinə, onun rəhbərliyinə, bu Aqua Power tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpa olunan elektrik stansiyasıdır. Ancaq sonuncu deyil, şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, Aqua Power şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda Azərbaycan qurumları ilə əməkdaşlıq əsnasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir. Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən PowerChina şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu layihədə bu şirkət podratçı kimi iştirak edir, ancaq digər layihələrdə o cümlədən investor kimi iştirak edəcək və əminəm ki, bu şirkətin bütün nəzərdə tutduğu planları Azərbaycanda həyata keçəcəkdir. Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi çox həm mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpa olunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir və nəzərə alsaq ki, bundan sonraki illərdə bərpa olunan enerji stansiyaları Azərbaycanda onların tikintisi çox geniş vüsət alacaq. Əlbəttə ki, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni, burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpa olunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki, Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi
qəbul edilmişdir. Son 20 il ərzində demək olar ki, bizim enerji sistemimiz, yəni generasiya gücləri və böyük dərəcədə yarımstansiyalar və ötürücü xəttlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən 3 dəfə artmışdır. Və bugün bizim generasiya gücümüz təxminən 10.000 megavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpa olunan enerji generasiya gücü yaradılacaq. Əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də ki, elektrik enerjisini daha böyük həcmdə ixrac edək. Onu bildirməliyəm ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpa olunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 megavata bərabərdir. Və bugün Azərbaycan enerji təminatı və enerji təhlükəsizliyi nöqteyi nəzərdən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 megavat gücündə günəş elektrik stansiyası istismara verilmişdir. Bugün 240 megavat gücündə külək elektrik stansiyası. Hazırda işğaldan azad edilmiş ərazilərdə Cəbrayıl rayonunda 3 günəş elektrik stansiyası inşa edilir. Bu 3 stansiyanın ümumi potensialı 340 megavatdır. Bugün ölkəmizin müxtəlif yerlərində bərpa olunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bugünə qədər Qaradağ rayonunda, bugün Xızı Abşeron rayonunda, yəni ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpa olunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 gigavat səviyyəsindədir. Yəni, növbəti illərdə bu proses artıq Azərbaycanda geniş şüşədə alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik olan ölkə olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə də dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və digər böyük enerji gücünə tələbat olan sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də. Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bugün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Bu yaxınlarda bu məsələ ilə bağlı mən geniş danışmışam. Sadəcə olaraq onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reyting agentlikləri tərəfindən də
qiymətləndirilir və təsadüfi deyil ki, bugün bizim kredit reytingimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reyting səviyyəsinə qaldırılmışdır. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Ümumi daxili məhsulumuzun hardasa 6%-dən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni, bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək və bugün sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi, sosial sabitlik hökm sürür. 5 ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır. Ölkəmizdə geniş miqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında biz xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır. Gələcək planlarla bağlı təbii ki, nəzərə alsaq ki, bizdə bərpa olunan enerji potensialı çox artacaq. Biz əlbəttə ki, bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq batareya enerji saxlanc sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu Azər Enerji öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə batareya enerji saxlanc sistemlərinin sayı daha da çoxalsın və xarici investorları da bu işə mən dəvət edirəm. Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 30-cu ilə qədər 6, 32-ci ilə qədər isə ümumiyyətcə 8 gigavat gücündə külək və günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyaları inşa etmişik. Onların ümumi potensialı bugün 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz hardasa 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Bunun elə bil ki, yarısı artıq hazırdır. Və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin edilibdir. Bugün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, bərpa olunan enerji növlərinin Azərbaycanda yaradılması xarici investorlar tərəfindən həyata keçirilən geniş miqyaslı layihələrdir. Bu layihələrə bugünə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorları bu qərara görə onların fəaliyyətini qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun,
Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur. Bizim bir çox neft kontraktlarımız artıq uzun illər icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun, nəinki paragraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib olan bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz, imzamız qədər dəyərlidir və qanunidir. Və bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bugün bəlkə də daha çox enerji təhlükəsizliyi məsələləri qabarıq şəkildə ortaya çıxır. Biz bu istiqamətdə uzun illər fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft kimi məhsullarının, gübrələrin ixracı bugün bir çox ölkələr üçün onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir və dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır. Bir daha, əziz dostlar, bu gözəl hadisə münasibəti ilə sizi təbrik edirəm. Stansiyanın fəaliyyətinə uğurlar arzulayıram. Sağ olun. Söz verilir Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirinin müavini cənab Nasir Əl-Qəhdəniyə. Bismillahirrahmanirrahim. Zat əlləri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, zat əlləri, hörmətli qonaqlar, xanımlar və cənablar. Zat əlləri prezident İlham Əliyevin iştirakı ilə Xızı Abşeron Külək Enerji Stansiyasının bugünkü açılışında sizinlə olmaq şərəfdir. Bərpa olunan enerji sahəsində aparıcı layihə Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığın gücünü və dərinliyini nümayiş etdirir. Krallıq bu tərəfdaşlığa xüsusən də energetika sahəsində uzun müddətli strateji münasibətlər kimi bunları görür. Əməkdaşlığımız daha geniş, sistemli əməkdaşlığa doğru fərdi layihələrin hüdudlarını keçir. Mövcud çərçivə sazişlərində əlavə külək gücləri, o cümlədən elektrik enerji şəbəkəsinin çevikliyini və etibarlılığını artırmaq üçün batareyalarda enerji saxlanılması sistemləri əsasında quruda və dənizdə həyata keçiriləcək layihələri nəzərdə tutan uzun müddətli inkişaf yolu əks olunur. Bu, dayanıqlı energetika sistemlərinin planlaşdırılması və inkişafı sahəsində ümumi öhdəliyimizi göstərir. Enerji istehsalına əlavə, əməkdaşlığımız elektrik enerjinin ötürülməsi, şəbəkənin inteqrasiyası və kadr hazırlığını həmçinin əhatə edir. Krallıq, enerji stansiyaları sisteminin planlaşdırılması, bərpa olunan enerjinin şəbəkəyə daxil edilməsi və enerjinin ötürülməsi işlərinin inkişafında ekspert biliklərini Azərbaycanla mübadilə etmək üçün ölkənizlə sıx çalışır. Biz həmçinin regional enerji təhlükəsizliyini artıra biləcək, təmiz enerjini daha geniş bazarlara ixracını mümkün edəcək regional interkonnektor təşəbbüsləri, eləcə də yaşıl dəhliz üzrə əməkdaşlıq üçün geniş imkanları görürük. Biz həmçinin gələcək təşəbbüslərdə, eləcə də planlaşdırılan 200 meqavatlıq külək enerjisinin genişləndirilməsi layihəsində, tam batareyada enerjinin yığılmasında və nəhayət regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək Xəzərdə külək potensialının qiymətləndirilməsində əldə olunmuş irəliləyiş alqışlayırıq. Bu təşəbbüslər güclü tərəfdaşlıq və etibarlı
texniki bünövrə əsasında Azərbaycanı regional təmiz enerji qovşağına çevirməkdə ümumi məqsədimizin təzahürüdür. Zat əlləri, Xızı Abşeron Külək Elektrik Stansiyası layihəsi aydın mesaj göndərir ki, Səudiyyə Ərəbistanı və Azərbaycan nəinki bugünkü enerji layihələrinin icrasında, o cümlədən dayanıqlı enerji sistemlərinin gələcəyində tərəfdaşdırlar. Burada qarşılıqlı etimad, güclü təsisatlar, eləcə də iqtisadi inkişaf, enerji təhlükəsizliyi və ətraf mühit üzrə məsuliyyət sahəsində ümumi öhdəliklər nəzərdə tutulur. Səudiyyə Ərəbistanı Krallığı hökuməti adından mən Azərbaycan Respublikasının hökumətinə, tərəfdaşlarımıza, eləcə də bu layihənin uğurlu olmasına töhfə vermiş bütün şəxslərə dərin təşəkkürümüzü çatdırıram. Biz gələn illərdə daha yüksək səviyyədə bu əməkdaşlığı davam etdirməyə və tərəfdaşlığımızı inkişaf etdirməyə səmiyyətlə arzulayırıq. Sağ olun. Söz verilir Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Lu Meya. Hörmətli prezident zat əlləri, hörmətli qonaqlar, xanımlar və cənablar, sabahınız xeyir. 240 meqavatlıq Xızı Abşeron Külək Elektrik Stansiyasının rəsmi açılışında iştirak etməkdən olduqca məmnunam. Bu böyük nailiyyətdir və bərpa olunan enerji sektorunda Çin, Azərbaycan və Səudiyyə Ərəbistanının uğurlu əməkdaşlığının bariz nümunəsidir. Azərbaycanda Çin səfirliyi adından mən belə bir mühüm layihə münasibətləri üzrə, bunun həyata keçirilməsi üzrə sizə təbriklərimi çatdırıram və bu layihəyə dəstək vermiş bütün dostlara səmimi təşəkkürümü bildirirəm və bütün dostlara belə bir mühüm layihənin həyata keçirilməsində yorulmadan çalışan və uğurları qazanan bütün tərəflərə olduqca təşəkkürümü bildirirəm. Burada Power China şirkəti, Səudiyyə Ərəbistanı Aqua Power şirkətinə minnətdaram ki, onlar yorulmaz fəaliyyət göstərmişlər ki, inanılmaz uğur əldə olunsun. Yaşıl keçid və dayanıqlı inkişaf həm Çin, həm Azərbaycan üçün prioritetdir. Hər iki tərəf məhz yaşıl və aşağı karbonlu inkişaf, enerjinin inkişafı sahəsində anlaşma memorandumu imzalamışlar və Azərbaycan COP29 tədbirinə uğurla sədrlik etmişdir və o vaxtdan etibarən yaşıl enerji sahəsində inkişafa sadiq olaraq qalır. Bu həmçinin Azərbaycanın çox mühüm rolunu aparıcı qlobal yaşıl enerji inkişafında göstərir. Çin və Azərbaycan bugün yaxşı dostlar və etibarlı tərəfdaşlardır. Müxtəlif sahələrdə illər boyu aparılan məhsuldar əməkdaşlıq bizim hər tərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir və bizim xalqlarımızın faydasına xidmət etmişdir. Prezident İlham Əliyev ötən il 2 dəfə Çinə səfər etmişdir və Prezident Xi Jinping ilə hər tərəfli strateji tərəfdaşlığın məhz qurulması ilə bağlı birgə bəyannaməyə imza atdı və beləliklə iki ölkə arasında münasibətlərin sahəsində yeni bir səhifə açıldı. Məhz Prezident Xi Jinpingin və Prezident İlham Əliyevin birgə rəhbərliyi ilə Çin və Azərbaycan məhz əhatəli strateji tərəfdaşlığı inkişaf etdirir. Bu işlər sürətlə gedir, bu siyasi qarşılıqlı iradəyə əsaslanır və biz tarixən bizim praqmatik əməkdaşlığımız ən yüksək səviyyəyə çatmışdır. Bugün iki tərəfli məhz iqtisadi və ticari əməkdaşlığımızın miqyasına gəldikdə o davam edir və burada sərmayə, infrastruktur, yaşıl enerji, rəqəmsal innovasiyalar, maşın qayırma sahəsindən investisiyalar yatırılır və çox yüksək səviyyədə bizim məhz bir kəmər, bir yol sahəsində əməkdaşlığımız gedir. O cümlədən Çin-Avropa məhz dəmir yolu bağlantısı və Trans-Xəzər dəhlizi ilə davam edir və bu sahədəki işlər sürətləndirir və Azərbaycanın rolu bunda güclənir. Prezident İlham Əliyevin illik mətbuata verdiyi müsahibəsində qeyd edildiyi kimi Çin şirkətləri fəal şəkildə Azərbaycanda bərpa olunan enerjinin inkişafında fəaldırlar və Azərbaycan Çin şirkətlərini strateji tərəfdaş kimi seçibdir. Bu da onların peşəkarlığı, keyfiyyəti və layihənin sürətlə icra olunması ilə bağlıdır. Bu layihə əslində ilk və çox geniş bir külək
elektrik enerjisi layihəsidir. Azərbaycanda həyata keçirilir. Bir halda ki, bu artıq istismara verilir. Bu yana o deməkdir ki, 300 minə yaxın məhz ailə bundan faydalanacaqdır və effektiv qaydada bu Azərbaycanın və regionun dayanıqlı inkişafına dəstək olacaqdır. Yaşıl inkişaf hər zaman Çində olan müasirləşmənin bir hissəsi olubdur. Biz artıq 15-ci 5 illik planımızı başladığımız bir vaxtda Çin yaşıl enerjinin inkişafını prioritetləşdirən inkişaf məsələlərinə xüsusi diqqət verir. Çin iqtisadiyyatı qlobal səviyyədə artır və daha dayanıqlı şəkildə inkişaf edir. Çinin dayanıqlı şəkildə elm və texnologiya sahəsində əldə etdiyi nailiyyətləri bugün qlobal iqtisadiyyat üçün yeni bir güc gətirir. Və ən vacib isə Çinin texnoloji innovasiyası inklüzivdir və hamı üçün açıqdır. Buna görə də biz istərdik ki, Çinin də inkişaf imkanlarını sizinlə bölüşək, Azərbaycanla və Səudiyyə Ərəbistanı ilə bunu mübadilə edək. Və yekun olaraq vacib bir məsələni qeyd edim. 2026-cı ildə biz at ili kimi qeyd edirik. Çin mədəniyyətində bu uğur deməkdir. Və bu ildə biz Azərbaycana da uğur arzu edirik ki, istərdik ki və bir halda ki, at varsa və gəlirsə, yetişirsə həmin ünvana, məkana demək o özündən uğur gətirir. İstərdik ki, Azərbaycanda da uğurlar bol-bol olsun. Çox sağ olun. Söz verilir Aqua Power şirkətinin təsisçisi və icraçı direktoru cənab Muhammed Abunayyana. Bismillah və salatu və səlam alə əşrafil ənbiya və mürsəlin nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin. Your Excellency, Zatəlləri, I'm very grateful, I'm very honored to stand in front of you. sizin qarşınıza çıxış etməkdən böyük şərəf və sevinç hissi duyuram. Olduqca mühüm bir layihədə iştirak edirik. Bu layihə sizin rəhbərliyiniz altında həyata keçirilir. Cənab Prezident, Azərbaycan çox xoşbəxtdir ki, sizin kimi rəhbəri var. Uzaq görənliyi ilə seçilən şəxs kimi siz islahatların necə aparılması, inkişafın necə təmin edilməsi, insanların, vətəndaşların həyatının yaxşılaşdırılmasında olan ki, ən yaxşı nümunəsiniz. Bunlarla ölkəniz çox böyük nailiyyətlərə imza atmışdır. Onlar çox yüksək səviyyədə olan bir nəticələrdir. Və məhz bu istiqamətdə də həmçinin yaşıl enerji inkişaf etmişdir. Bugün biz artıq başa çatdırılmış işi qeyd edirik ki, biz yaşıl enerji sahəsində bu addım atırıq. İcazənizlə, cənab Prezident, mən əvvəlki dövrə qayıdım. COP29-da siz mühüm bir çıxış etdiniz və müxtəlif tərəflər, müəyyən strategiyalar haqqında danışırdılar, fikirləri ilə bölüşürdülər. Amma siz söylədiniz ki, dünya ən yaxşı bir formada necə inkişaf etməlidir, hansı istiqamətdə getməlidir? Siz bunu qeyd etdiniz ki, bu məhz müxtəlif enerjilərin məhz ümumi kombinasiyası sayəsində mümkündür. Və düşünürük ki, bu ümumiyyətlə Azərbaycanın bir tərəfdən zəngin ehtiyatları ilə yanaşı, Azərbaycanın məhz qlobal inkişafa verdiyi çox yaxşı bir töhfə idi. Və bu da böyük bir əslində bir üstünlükdür ki, Azərbaycan belə bir zəngin ehtiyatlara malikdir. Siz öz açılış nitqində siz bunu qeyd etdiniz və burada bir neçə gigavatlıq məhz güclər haqqında danışdınız. Cənab Prezident, siz bu planı müəyyən etdiniz. Siz bu ölkənizdə həmin bu ekosistemi yaradırsınız. Və əslində bu addımları atmaqla hər bir Azərbaycana gələn xarici sərmayədar üçün bu işləri görməklə siz mühiti yaradırsınız. Siz bu işləri daha da asanlaşdırırsınız. Buna görə də biz ölkəmiz sizin ölkənizlə bu qədər belə sıx münasibətlərə
münasibətlərin qurulmasına müvəffəq olursunuz. Bu da ona görə də bizim kimi insanlar sizin ölkənizə gəldikdə və fəaliyyət göstərdikdən sonra biz Azərbaycanın nailiyyətlərinin, onun uğurlarının bir carçısına çevrilirik. Biz burada Azərbaycanda ona görəyik ki, siz çox gözəl rəhbərlik keyfiyyətlərinizi göstərirsiniz və dünyada hər bir kəsin maraqlarına xidmət edəcək vacib qərarları qəbul edirsiniz. Azərbaycan sizin rəhbərliyiniz altında çox gözəl ölkədir. Azərbaycan xalqı çox qonaqpərvər insanlardır və uğur hər zaman sizinlə olacaqdır. Cənab Prezident, məhz sizin planınız əsasında bu yaşıl enerji layihəsi həyata keçirildi. Və gördüyünüz kimi biz bunu yerlərdə işləyərək bunu reallığa çevirdik və əlbəttə ki, bu həmçinin gələcək yaşıl enerji inkişafı ilə bağlı olan məsələdir. Mən çox bundan sonra da əminəm ki, Azərbaycan böyük bir ölkə kimi bir tərəfdən neft və qaz ixracatçısı, digər tərəfdən yaşıl enerji ixracatçısı olacaqdır. Buna görə də bizim kralımızın və bizim şahzadəmizin rəhbərliyi ilə və onların təlimatları ilə biz bu enerji imkanlarını genişləndiririk və görürük ki, biz dünyada ən iri neft hasilatçısı olması ilə yanaşı, həmçinin yaşıl enerji sahəsində də irəlidə gedirik. Cənab Prezident, əlbəttə ki, sizin rəhbərliyiniz çox labüddür, lazımlı idi. Biz bunu görürük ki, məhz düzgün rəhbərlik olmaqla hər bir ölkənin xalqı məhz rifah içində yaşayır və belə olan halda uğurlar əldə olunur. Cənab Prezident, biz bugün bura bu layihənin açılışı münasibətilə gəldik. Biz burada gəldik, öz uğurlarımızla bölüşdük, bütün məsələləri həll etdik. Cənab Prezident, siz öz rəhbərliyinizlə bizi çox şərəfləndirdiniz. Biz hamımız bir araya gəldik, layihə çərçivəsində çalışdıq, əl-ələ verdik ki, bu uğur əldə olunsun və bugün həmin uğur artıq göz qarşısındadır. Biz onu burada qeyd edirik, bu bizim tərəfdaşlığımızın və nümunəvi işçi münasibətlərimizin yaxşı bir nümunəsidir və biz Energetika Nazirliyinin bu işdə bizim sıx və etibarlı tərəfdaşlıq olmamızdan çox məmnunuq. Cənab Prezident, sizə təşəkkürümüzü bildiririk. O cümlədən Çin tərəfinə, Çin şirkətlərinə minnətdarıq ki, onlar da bizimlə birgə işlədi. Mən o cümlədən Azərbaycan şirkətlərinə də minnətdarımı bildirirəm. Onlar da təchizat zəncirində bizə dəstək verdilər. Digər xidmətləri göstərdilər. Biz Aqua Power şirkəti olaraq bizim şahzadəmizin və o cümlədən bizim Energetika Nazirimizin rəhbərliyi ilə sizin Cənab Prezident, müəyyən etdiyiniz planlarınızı həyata keçirdik və əlimizdən gələni edəcək ki, bütün bu texnologiyalar burada tətbiq edilsin. Çünki Azərbaycan strateji baxımdan sizin rəhbərliyinizlə irəliyə doğru getməlidir. Bununla bağlı bizim hüdudlarımız yoxdur və bizim planlarımız davam edir. Çünki bizim hər iki ölkəmizin gözəl rəhbərləri var və biz xoşbəxtik ki, Cənab Prezident, biz burada Azərbaycandayıq, biz xoşbəxtik ki, siz bizə etimad göstərmişsiniz, siz bizə bu fürsəti yaratdınız, siz bizə öz dəstəyinizi göstərdiniz. Biz həmçinin duzsuzlaşdırma layihəsi ilə də bağlı burada məsələləri müəyyən etdik, qeyd etdik ki, bu da bizim növbəti gözəl layihəmiz ola bilər. Xəzər dənizində biz bu işləri icra etməklə bu çox bir unikal bir layihəyə çevriləcəkdir ki, və bir çox ölkələr dünyada, bir çox digər tərəflər bu kimi layihələri hələ həyata keçirməyib. Cənab Prezident, siz burada həmçinin su ehtiyatlarının təhlükəsizliyi haqqında da düşünürsünüz. Bu haqda hələ heç bir tərəf düşünmür. Lakin biz burada, biz sizin ölkənizi sevirik, biz sizin xalqınızı sevirik. Sizə hər hansı bir məsələdə, istənilən istiqamətə sizə uğurlar arzu edirik ki, istərdik ki, bu
planlar reallığa çevrilsin. Hətta hələ digər tərəflərin görmədiyi, hələ hazırlaşmadığı bu planları, bu işləri istərdik ki, sizinlə birgə həyata keçirək və hər hansı bir böhrandan sığortalanaq. Təbii ki, bilirsiniz, Azərbaycanı bugün bu gözəl bir vəziyyətdə saxlayan məhz sizsiniz. Sizin məhz rəhbərliyiniz ən yaxşı nümunə olubdur. Nəinki bu region üçün, bütün dünya üçün siz göstərirsiniz ki, uğur uğurun üzərində dayanır və siz ölkəniz üçün, ölkənizin xalqı üçün işləyirsiniz. Biz sizə minnətdarıq. Təşəkkür edirik ki, bugün bu tədbirdə sizinlə olmaq fürsətini bizə yaratdınız. Cənab Prezident, təşəkkür edirik ki, bizimləsiniz və bundan sonra da biz digər layihələrin həyata keçirilməsində də arzu edərik ki, bu uğurları bir yerdə qeyd edək. Azərbaycanla tərəfdaşlıqdan və uğurlu əməkdaşlıqdan qürur hissi duyuruq. On January 13th, 2022, the groundbreaking ceremony of the 240-megawatt Kiziab-Sharon wind power plant was held at the Gulistan Palace with the participation of President Ilham Aliyev and the Minister of Energy of the Kingdom of Saudi Arabia, Prince Abdulaziz bin Salman Al Saud. This power plant is the first independent power-produced wind project in Azerbaijan and biggest in Caucasian region. The equipment was delivered to Azerbaijan via two routes. Along the first route, wind turbine components loaded onto trains in China were transported via the Trans-Caspian International Transport Route, also known as the Middle Corridor. The loads that reached the Caspian Sea by land were transported by ferry vessels to the Baku shipyard. The second route, primarily consisting of maritime transport, starts from China and passes through numerous seas and straits, reaching the city of Trabzon in Turkey on the Black Sea, and finally arriving in Azerbaijan, through Turkey, and Georgia lands. Within the framework of the project, which has a total investment cost $340 million, it was decided to install 12 wind turbines in Absheron and 25 wind turbines in Kizi. Power China Huadong Engineering Corporation was selected as the engineering, procurement, and construction contractor. The European Bank for Reconstruction and Development and the OPEC Fund also participated in the financing of the project. One of the most important aspects of the project is that more than 80% of the personnel involved and 95% of those performing operational activities are local specialists. Each wind turbine can generate 6.5 megawatt of electricity, which is sufficient to supply more than 8,500 homes with stable power. The total electricity generated by the 37 turbines installed in Absheron and Kizi is capable of supplying over 300,000 homes. The section consisting of 12 wind turbines with a total capacity of 78 megawatt is located in Absheron district, while the 25 turbine section with a capacity of 162.5 megawatt is located in Kizi district. Annual electricity production is projected nearly 1 billion kilowatt hours in total. Generating this volume of energy results in avoiding 400,000 tons of carbon emissions. The new wind power plant also avoids the use of 220 million cubic meters of natural gas per year. Thanks to the vision and support of President Ilham Aliyev, ACWA Power has achieved significant success in Azerbaijan and plans to implement even larger projects in the Land of Fire in the future. İndi isə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Akva Power şirkətinin təşkiçisi və icraçı direktoru cənab Muhammed Abunayyan səhnəyə dəvət edilir.